Caz klubunda xüsusi bir ab-hava hiss olunurdu. Musiqi sevərlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, diplomatlar və jurnalistlər bu əlamətdar tədbirin şahidi olmaq üçün bir araya gəlmişdilər. Azərbaycan musiqisi əlbəttə ki var, sırf muğam da var, sırf muğam mən Bayat Şiraz, Humayun, Segah bu muğamların yəni bir balaca onları belə deyim də, yəni değişmiş formasında caz üslubunda mən onu ifa edəcəm. Təmiz muğam şəklində də ifa edəcəm. Məsələn, Bayat Şiraz təmiz muğam şəklində gedir, amma biraz caza toxunur, yəni klassik musiqisinə toxunur. Ondan sonra yenidən, yəni belə bir improvizasiya şəklində olan bir əsərdir. Amma ondan əlavə əlbəttə söylədiyim kimi, yəni Vaqif Mustafazadənin əsərləri hələ muğam üslubundadırlar, onlar hamısı, çoxları, yəni və həm caz kompozisiyaları da var, Amerika caz kompozisiyası da var. Butman Caz Klubunun Fortaforma Fondunun təşkilatçılığı və ölkəmizin Rusiyadakı səfirliyinin Vaqif Mustafazadə adına xeyriyyə fondunun dəstəyi ilə baş tutan konsertdə səsləndirilən əsərlər Vaqif Mustafazadənin zəngin yaradıcılıq irsini və bu irsin müasir caz musiqisində necə yaşadığını aydın şəkildə nümayiş etdirirdi. Müasir ifaçılar Vaqif Mustafazadə yolunu davam etdirərək cazda özünə məxsus istiqamət yaradır və bu istiqamət dünya səhnələrində yüksək qiymətləndirilir. Bugün də səhnədə həmin irsin parlaq nümayəndələrindən biri həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin musiqisini ifa edən Şahin Növrəsli çıxış edir. Məhz bu unikal yol musiqiçilərimizi dünyada tələbatlı edir və Azərbaycanın tanıdılmasına xidmət göstərir. Творческое наследие Вагифа Мустафазаде. Konsert boyu Şahin Növrəsli caz muğam ənənələrini müasir improvizasiya və fərdi üslubla birləşdirərək dinləyicilərə dərin və emosional musiqi təəssüratı bəxş etdi. Vaqif Mustafazadənin gördüyü işlər təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün əvəzsizdir. O, klassik düşüncə tərzini, caz harmoniyasını Azərbaycan muğamları ilə son dərəcə incə və dərin şəkildə birləşdirib. O, bunu elə möhtəşəm səviyyədə həyata keçirib ki, musiqini dinləyərkən sanki bu əsərlərin yaradılmasında ilahi bir qüvvənin iştirak etdiyini hiss edirsən. Hesab edirəm ki, Şahin Növrəsli caz muğam istiqamətinin layiqli davamçılarındandır. O, artıq dünya səhnəsində həm avangard caz, həm caz muğam, həm də digər müxtəlif üslublar sahəsində özünü peşəkar musiqiçi kimi təsdiqləyib. Vaqif Mustafazadə caz muğam janrını son dərəcə düzgün və dolğun şəkildə ifadə edib. Onun musiqisini dinləmək hər zaman xoşdur və insana dərin estetik zövq bəxş edir. Ümumilikdə düşünürəm ki, bugün keçirilən konsert bizə çox parlaq və müsbət emosional ovqat bəxş etdi. Gecə ərzində səsləndirilən kompozisiyalar Azərbaycan muğamının dərin fəlsəfəsini cazın azad improvizasiya ruhu ilə birləşdirərək musiqi səyahətinə çıxardı. Tamaşaçıların nümayiş etdirdiyi dərin rəğbət bu konsertin Moskva caz səhnəsində uzun müddət xatırlanacaq bir hadisə olduğunu təsdiqlədi. Zakir Musayev, Müşfiq Balayev, Azərbaycan televiziyasının Rusiya bürosu, Moskva.